Bu kitap bildiğiniz kitaplardan değil. Bu kitap her bir alıcı için xüsusi olarak kodlanır. Yəni onu yalnız sahibi, alıcısı olan insan başa düşə bilər, başqa heç kim. Və onu yazan bir Azərbaycanlıdır. Enes Batur, onun həyatı məhv olub. Və deyilənə görə bunun mərkəzində Azotal Lirviyan adlı bu xüsusi kitabın müəllifi Bəhruz Hüseynzadə dayanır. İddialara görə bu kitabı oxuyan insanın frekansı dəyişir, ruhani enerjisi yüksəlir və hətta kainatla, yad planetlilərlə əlaqəyə girir. Və Enes Batur bu kitabdan sonra New Age, yəni yeni çağ adlı inanış sisteminə daxil olub. Bu inanc deyir ki, hər şey enerjidən ibarətdir. Hər bir ruh bu dünyaya xüsusi bir missiya ilə göndərilir. Bəziləri bu missiyanı erkən anlayır, bəziləri isə heç vaxt anlamır. Enes Batur isə düşünür ki, o artıq missiyasını dərk edib və o özünü seçilmişlərdən biri hesab edir. Düşünür ki, məşhurluğu, bu qədər insanın onu izləməsi təsadüfi deyil. Bu onun missiyasıdır və bəlkə də o istəyinə artıq çatır. Çünki onun bu vəziyyəti viral olduqdan sonra minlərlə insan bu yeni inancı araşdırmağa başladı. Bu inanc haqqında onlarla video çəkildi və mən bilirəm ki, bu videodan sonra da bir çoxunuz bu din haqqında videolar izləyib araşdırmalar edərsiniz. Onsuz da yeni nəsil artıq enerji, manifest, frekans, nə bilim karma, 777 kimi anlayışlarla yaşayır. Hər yerdə eyni cümlələr, filan enerjini həyatına çək, frekansını qaldır, evrən sənə cavab verir. Bütün bu anlayışların kökü isə New Age inanc sisteminə gedib çıxır. Azərbaycanda bir çox psixoloqlar belə artıq enerji seansları təklif edir. Frekansını qaldırın, enerjini balanslaşdırın. Yəni iş artıq o həddə çatıb ki, elm və inanc bir-birinə qarışır. Enes Batur'un psixoloji vəziyyəti isə hələ də müəmmalıdır. Mənə isə bütün bunlar absurd gəlir, amma bu insan psixologiyasıdır. Ona görə də hər an hər şey baş verə bilər. İndi sizin fikirlərinizi alım.